İllər boyu bu səda o torpaqlarda susmuşdu. 30 il boyunca Azərbaycan xalqı öz qan yaddaşını heç vaxt unutmadı. Torpaq deyirdi, məni yad etdinmi? Bayraq pıçıldayırdı, mən hələ evimə qayıtmamışam. Və nəhayət 2020-ci ilin payızı Azərbaycan ordusu təkcə güllə ilə yox, imanla, inamla, vətən sevgisi ilə döyüşdü. Füzuli azad oldu, Cəbrayıl azad oldu, Zəngilan, Qubadlı və hər addımda torpaq deyirdi, mən geri döndüm. Amma bir şəhər vardı, o Qarabağın ürəyi idi. O azad olunmadan bu hekayə tamam değildi. 8 noyabr 2020-ci il səhər tezdən Şuşada Azərbaycan bayrağı ucaldıldı. Qarabağlı Başkomanda, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Qarabağlı Başkomandan, eşq olsun Azərbaycan xalqına. Azərbaycan əskəri qayaları dırmaşaraq, qandan, qeyrətdən yol çəkdi o zirvəyə. 3 rəngli müqəddəs bayraq dalğalandı və 30 illik Niskil bir anda qürura çevrildi. Şuşa şəhəri işğaldan azad edildi. O gün bütöv millət qalib gəldi. Qarabağ azadlığına qovuşdu və Azərbaycan tarixin yaddaşına ən şanlı səhifəsini 8 noyabr Zəfər gününü yazdı. Bu zəfər şəhidlərimizin qanı ilə yazıldı, qazilərimizin igidliyi ilə möhkəmləndi. Bu zəfər anaların duaları, əskərlərin inamı, birliyin gücü ilə qazanıldı. Bu zəfər gələcək nəsillərə heç vaxt unutma mesajıdır. 8 noyabr sadəcə bir tarix deyil, o bir millətin ruhudur, o Qarabağın səsidir, o Azərbaycanın yenidən doğulduğu gündür. Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.